Futbol azarkeşləri bu mövsüm Misri Premyer Liqası ilə yanaşı, aşağı liqalarda da maraqlı və gərgin mübarizənin şahidi oldular. Səviyyəsinə görə 3-cü sayılan 2-ci liqada fanatlar gərgin futbol ilə şahidlik etdilər. Bu mövsüm Ağstafa Gəncəyə ilə birlikdə 2-ci liqaya yüksələn Xankəndi gözləntilərin üzərində bir performansla həyatda qaldı. Kollektiv ilk turda uğurla başladığı yarışda çempionluq uğrunda Qaradağ Lökbatanla gərgin mübarizəyə qoşuldu. İlk turda Lökbatan təmsilçisinin Qubaya 0-2 uduzması kollektivi bu rəqabətdə geri saldı. Xankəndi isə 27 tur ərzində sadəcə 2 dəfə xal itirdi ki, bunların hər ikisi Qaradağ Lökbatana qarşı oldu. Kollektiv 5-ci turda rəqibinə 0-2 məğlub oldusa, 24-cü turda 1-1lik bərabərliyə razılaşdı. Xankəndi böyük hesablı qələbələrlə də digər rəqiblərindən seçildi. Elə təkcə buna Araz Saatlı və Kür Arazı 14 cavabsız qolla üstələməsini misal göstərmək olar. Məhsuldarlıq baxımından mövsüm ərzində 105 qol vuran komanda bu göstəricidə sadəcə 116 dəfə fərqlənən Qaradağ Lökbatandan geri qaldı. Komandanın üzvü Bəhruz Teymurov isə 27 qol vurmaqla mövsümün bombardiri oldu. Sonda Zaur Hacıyevin yetirmələri 27 turdan sonra 76 xal toplayaraq ən yaxın izləyicisi Qaradağ Lökbatanı 5 xal qabaqlamaqla mövsümü çempion qapadı və növbəti mövsümdə 1-ci liqada çıxış etmək hüququ qazandı. İndi isə bir sual qalır. Xankəndi növbəti mövsüm 1-ci liqada yerlərini qoruya biləcəkmi? Yoxsa ilk ilindəcə Misri Premyer Liqasına yüksəlməyə hədəfləyəcək? Bunu isə zaman göstərəcək.